bütün Pəncəli sevənləri salamlayıram. Pəncəlinin ucağına yığışan bütün bacı qardaşlarıma xoş gəldin deyirəm. Gələn ayaqlarınız var olsun. Həmişə siz bizi yad etmişsiniz. Allah sizdən razı olsun. Bütün şəhid analara, şəhid atalara baş sağlığı verirəm. Allah sizə sabır versin. Allah sizə güc, qüvvət versin. Öz övladlarımızı yaşadaq. Bugün mənim kimi danışmaq biraz da həyəcanlıyam. Mənə danışmaq o qədər də düşmür. Çünki bizim millət vəkillərimiz hər şeyi danışdı. Mən bugün bu sevinci bizə bəxş eləyən prezidentimə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu bir, mən şəhid ana kimi mənim sevincim yox, bütün Azərbaycan xalqının sevinci idi. Bu sevinç xəbərini eşidən Azərbaycan xalqı 2 gün 2 gecə ayaq üstə həmişə zəng eləyib təbriklər dayanmadı. Bu təbriklər hamısı bizim prezidentimizə düşür. Allah ona can sağlığı versin, Allah kömək olsun. Allah bütün xalqımıza bundan sonra əminamanlı qismət eləsin. Bir daha Azərbaycan xalqı müharibə görməsin. Bizim balaca övladlarımız böyüyürlər. Onlar bizim gördüyümüz göz yaşlarını görməsinlər. Heç bir ana ataya, bacı qardaşlara göz yaşı bundan sonra qismət olmasın. Mən bunu deyə bilərəm ki, bizim belə bir prezidentimiz varsa, bundan sonra bizə çətin günlər qismət olmaz. Sağ olun, minnətdaram hamınıza. Çox sağ olun. Təşəkkür edirəm sizə.